Hörmətli izləyicilər, mən Elçin Mansurov Onkoloji Mərkəzdə 2-ci kineterapiya şöbəsində həkim işləyirəm. Həmçinin Azərbaycan Həkimlər Texnik İşləmə İnsan Onkoloji Kafedrasiyasında assistentəm, 45 ildir həkim işləyirəm. Sizin diqqətinizə akademik Cəmil Əliyevin rəhbərliyi ilə ərsəyə gətirdiyimiz qidalanma və digər amillərin onkoloji və digər xəstəliklərə təsiri bu haqda süni intellekt nə deyib kitablarını nəzərinizə verəcəyim ki, təqdim edirəm. Kitabın yazılma ideyası akademik Cəmil Əliyevə məxsusdur. O 2022-ci ildə mənim yanıma çağırdı. Dedi ki, Mansurov, sənin köyünə qasırğıntını oxusan, son vaxtlarda görürəm ki, qidalanma ilə əlaqədar bir neçə belə deyək ki, çıxışın olubdur. Bu barədə bir belə deyək ki, kitab yazılışına başla və mənə tapşırıq verdi. Həmin vaxtı böyük bir konferans vardı qidalanma barədə. Həmin konferansda qidalanma barəsində çıxışları və ondan sonra həvəslənərək bu kitabların ərsəyə gəlməsini Cəmil müəllimin başçılığı ilə kitabların əmələ gəlməsinə nail oldu. Məndən başqa bu kitabın yazılmasında yenə də əməkdar həkim Qadın Dünya Şöbəsinin rəhbəri Sevin Sibahəmzadə və həmən şöbədə işləyən Hüseyin Mansurova iştirak edədilər. Kitab haqqında nə deyə bilərəm? Kitab 2 hissədən ibarətdir. Ümumi hissə, xüsusi hissə. Ümumi hissədə qidalanma, qeyri-qida amilləri, müxtəlif qida amilləri birgə öyrəndik. Və bu kitabın süd kutularda bunu biz belə deyək ki, tərqim eləmişik. Kitab başlayanda bu amillər göstərilir və bunun üzərində bir sual işarəsi var ki, yəni biz bilmirik ki, bunlar nədir. Amma bu kitablar artıq ərsəyə gələndən sonra, bu kitablar südün ərsəyə gələndən sonra ümumi hissə 2 kitabdan ibarətdir. Birinci kitab, ikinci kitab. Və biz bunun axırında artıq bilirik ki, bunların təsiri nədən ibarətdir. Yəni, bitki mənşəli qidalarla qidalananda, hərəkət edilməyəndə, yuxum normal olanda, təzyiqin olanda, burada sağlam hüceyrəyə çevrilir. Yəni, bu, deyək ki, əladır. Amma sigaret çəkəndə, piylənmədə, alkoqol qəbul edəndə, çox günəş şüasının altında qalanda, çox dərman içəndə sağlam hüceyrələr şiş hüceyrəsinə çevrilir. Və bu, yəni, öndəki suala kitabın arxasında artıq cavab verir. Bu cavabı almaq üçün kitabları oxumaq lazımdır. Kitabların ən böyük, 15-16 fərqli xüsusiyyətinin onlardan biridir ki, bu kitablardan gəlin Milli Onkoloji Mərkəzinin uşaq klinikasına iyanə ediləcək. Kitabların təmiz fərqli bir yazılışı var. Fərqli yazılış nədən ibarətdir? Yəni, hər hansı bir mənbəydən, misal üçün, tövsiyə olan bir mənbəy var. Bu, deyək ki, bu ənənədir. Fermentasiya nədir və növləri hansılardır? Bax, biz bunun ənənəvi ədəbiyyatdan bunu götürmüşük və bunun linkini, onun QR kodunu qoymuşuq. Və bunu sonra şərh yazmışıq. Və ona uyğun şəkil tapmışıq. Biz bu şərhimizlə, biz bu fermentasiya barəsində fikrimizi bildiririk. Biz onunla fermentasiya ilə razıyıq yoxsa yox, fermentasiya olmuş məhsulları qəbul etmək olar yoxsa yox. Nəticə gəlir ki, olar. Sonra süni intellektdən soruşmuşuq ki, siz bununla, bu deyilənlərlə razısınız yoxsa yox. Süni intellekt öz fikrini bildirir. Sonra süni intellektlə və ya süni intellektlə razıyıq. Süni intellektlə artıq deməli ənənəvi ədəbiyyat, süni intellekt və müəlliflər müəyyən bir nəticəyə gəlirlər ki, bununla biz razıyıq yoxsa yox. Elə deyək ki, bu qida məhsulunun qəbulunla və s. razıyıq yoxsa yox. Yəni, bu yazılışı, misal üçün, xərçəng əleyhinə boşluq, təbii biz bunu tərcümə eləmişik və buna aydın şərh yazmışıq. Və sonra biz bunun bu cürə yazılışı Google-a girdik, bir də
süni intellektin özündən soruşdu. Dünyada belə bir yazılış forması var mı, kitab yazılışı? Onlar deyəcək, xeyr, belə bir kitab yazılış forması dünyada ilk dəfədir. Bundan həvəslənərək bu ümumi hissəni qutarandan sonra bu kitabın ikinci hissəsini, xüsusi hissəyə keçdik. Dediyim kimi, ümumi hissədə hər bir şey kompleks şəklində. İnsan yatanda nə yeməlidir, belə deyək ki, nə qədər gəzməlidir. Bunlar sağlam həyat təhlükəsiz, bunların hamısı. Sağlam qidalanma, sağlam yuxu, stressdən qaçmaq, alkoqoldan qaçmaq, içkilərdən qaçmaq, bunların kompleks şəkildə. Sonra biz bunun ikinci hissəsini keçdik, xüsusi hissəyə. Xüsusi hissədə ikisi iki kitabdan ibarətdir. Orada dünyada nə qədər belə deyək ki, insanın qəbul edə biləcəyi qida maddələri var, onlar haqqında burada məlumat verir. Hamısı haqqında. Alması, armudu, heyvası, yaxşı hissələri. Bu da iki hissədən ibarətdir. Birinci və ikinci hissə. Və bu yenə də xüsusidadır. Yenə burada da həmən bunun artıq üzləri görürsün fərqlidir. Burada bilmədiyini arxada nəticəyə gəlmiş. Artıq bundan isə həmən bu ayrı-ayrı hissələr haqqında məlumat alandan sonra yenə də nəyin yaxşı, nəyin pis olduğunu görürük. Bu kitabda da yenə gəlir, uşaq onkologiyasına iyanə olunur. O belə. Burada da yenə də həmən yazılış qaydasına əməl olur. Ənənəvi məlumat, müəlliflərin bu yaşı və ənənəvi məlumata münasibəti, ona uyğun şəkil, həmin o yazının şəkildə yazı izah olunur. Süni intellekt və süni intellektdən bizim fikrimiz ki, bu süni intellektlə razı yoxsa. Belə kitablar bu cürədir. Bu kitabı almağın iki böyük, belə deyim ki, mən paylaşma eləmişəm, iki böyük faydası var. Birincisi, bununla sağlamlığınıza, hər hansı alan adam bununla öz sağlamlığına sərmayə qoyur. Yəni, kör-körənə yox. Nəyi yemək, nəyi içməyi, bunu belə deyək ki, oxumaqla əldə edir. İkincisi, dediyim kimi, buradan gəlir, biz qəpiyinə kimi uşaq onkologiyasını iyanə edəcəyik. Artıq Cəmil müəllimin akademik rəhbəri ilə biz buna iki dəfə böyük iyanə eləmişik. Bir dəfə Şimali Kipr Türk Respublikasında keçirilən onkoloji konferansda bizim məqaləmiz birinci yeri tutdu və 5800 manat pul qazandı. Onun hamısını uşaq onkologiyasına iyanə elədik. Yəni, Allah qoysa, burada da yenə də bu satışı bunun normal olsa, cəmaat bu kitaba maraq göstərsə, bu kitab alınsa, buradan gələn gəlirlə yenə də uşaq onkologiyasına iyanə edəcək. Belə. O kitab təxminən 365 səhifəli 1805-ci ildən 2023-cü ilə antiterror əməliyyatına qədər olan dövrü əhatə edir. O kitab nədən bəhs edir? O kitab Zorbalayan adlı bir yaramaz Gorbayor erməni var idi. O həmişə deyir ki, Azərbaycanlar erməni xalqının ən böyük düşməni odur. O qızışdırdığı erməniləri saldı ortaya və onları pis günə qoydu. O belə bir fikir var idi ki, Azərbaycanlar, Türklər ermənilərə çox böyük əziyyət verirlər, üzr istəməlidir. O 44 günlük müharibənin sonunda ermənilər bir Azərbaycanlı sərhədə gəldilər, Azərbaycanın Telegram kanalında var, başqa yerlərdə onların fotoları var, üzr istədilər ki, biz Azərbaycandan üzr istəyirik ki, Azərbaycanlara qarşı vuruşmuşuq, buna bizdədir. Öz milli qəhrəmanlarının heykəllərini vurdular, dağıtdılar. Ondan sonra mən qərara gəldim ki, o kitabı yazdım və kitab kim üzr istəməli adlanır və belə dediyim kimi 1805-ci il kürəkçay müqaviləsindən antiterror dövrünə qədər ermənilərin elədiyi bütün vəhşiliklər orada göstərmişəm və hər dəfə də onun axırında belə bir sual vermişəm, kim üzr istəməlidir, Azərbaycanlar yoxsa ermənilər? Belə, kitabın hamısı satıldı, oradan təxminən 7200 manat gəlirimiz oldu, onun da hamısını Yaşad fonduna ödəmişəm və onun da hamısının çeki ödədiyim haqqında məlumatlar var. Belə. YouTube-da mənim bir neçə çıxışım var, o çıxışın əsas qayəsi nədir? Bütün xəstəliklərin səbəbi immunitetin çatışmamazlığıdır. Hər gün hər bir adamda təxminən 10 minə, 100 minə qədər hüceyrələrdə mutasiya deyilir.
əmələ gəlir. Şiş hüceyrələrdə meyilli yaranır. Amma orqanizm onları əksər adamlarda məhv edir. Qoymur ki, onlar inkişaf edəsin. Onun səbəbi nədir? İmmunitet. İnsan immunitetinin 80%, 70-80% bağırsaqlarda formalaşır. Bağırsaqdakı immunitet neylə? Yediyimiz qida ilə formalaşır. Yəni, normal qidalansaq, normal immunitet olur. Normal immunitetdə orqanizmdə ciddi xəstəliklərin əmələ gəlməsinə imkan vermir. Bu nöqteyi nəzərdən mən çalışıram ki, bütün xəstəliklər, öz xəstələrimdə də, digər xəstəliklər, özümün də həyat tərzimdə budur ki, bütün xəstəliklərin müalicəsində daha çox qidalanmaya önəm verək. Təbii, meyvə, tərəvəz, insanın, yəni mənim bu xəstələrimə və ətrafındakılara məsləhət edirəm ki, sizin qidanızın ən azı 70-80% meyvə tərəvəz olsun, göyərti olsun. Gündə hər kiloqram bədən çəkisinə 35-40 ml maye qəbul edin. Su qəbul edin, yaşıl çay için. Belə kalbasadır, konservadır, belə konservləşmiş şeylərdən uzaq olmaq lazımdır. Dərman vasitələrdən uzaq olmaq lazımdır. Gəzmək lazımdır. Gündə ən azı 10 min addım atmaq lazımdır. Stresten qaçmaq, sigaretdən, spirtliklərdən qaçmaq lazımdır. Yeməyinin əsasının meyvə, tərəvəz, göyərti olmalıdır. O belə. Güzel. Sağ olun. Deməli, cəmaatda çox təbii fikir formalaşır ki, kimdəsə diaqnoz qoyulur ki, onkoloji xəstə deyəndə, bunun ancaq perişdə ki, bunun heç müalicəsi yoxdur. Ancaq ölümlə nəticələnir. Belə bir ruh düşkünlüğü yaranır. Amma sizin işinizi, yəqin ki, bizim kanalda saytımızı izləyənə sonra, onkoloji xəstə o qədər bu xəstəlik deyil. Onkoloji xəstəlik sağalan xəstəlikdir. Amma bəzən müəyyən bir mərhələni biz ən düzgün yol həkimlə dostluq eləmək lazımdır. Həkimə vaxtında müraciət eləmək lazımdır. Yəni, tutaq ki, ağır əmələ gəlir mədə nahiyəndə, sən 1 ay, 2 ay, 3 ay, 5 il, 1 il gözləyirsən ki, keçər, Allah elməsin, o şişsə də bir problem olar. Ona görə də həkimə vaxtında müraciət eləmək lazımdır. Ümumiyyətlə, xəstəliklərin əlaməti meydana gəlməmişdən müraciət eləmək lazımdır. Maşınınızı hamı aparır, maşını ildə bir dəfə profosmotordan keçirir. Bəs qədər pul verilir. Amma heç kimi ildə bir dəfə gedib müayinədən keçmir. Müayinədən keçmək lazımdır ki, sən o xəstəliyin əlaməti meydana gəlməmişdən sən o xəstəliyə diaqnoz qoyasan və müalicə edəsən lazımdır. Həkimlə dostluq eləmək lazımdır. Ən azı tezi 6 ay ildə bir dəfə həkimə getməsən, heç bir şikayətin yoxdur. Gedib ancaq müayinə olunursan. Ged müayinə olun. Həkimlə dostluq eləmək lazımdır.